Peyğəmbər sallallahu aleyhi və səlləmin bir çox xanımları, bir çox qadınlar, evləndiyi qadınlar evli olublar. Xədicə olsun, düzdür, qabaqcadan evli olub, Saudə olsun, Zeynəb bintü Cəhş olsun, Ümmü Həbibə olsun, Ümmü Sələmə olsun, Safiyyə olsun. Bunlar hamısı əvvəl evli olublar. Lakin sonradan Peyğəmbər aleyhissalatu vesselam onlarla evlənib. Bu da onu göstərir ki, burada heç bir problem yoxdur, heç bir qəbahət yoxdur. Bundan əlavə, Allah daha doğrusunu bilir, bəzən evlənmiş, evli olmuş qadınla evlənmək bəzən daha yaxşı olur, daha münasib olur. Belə ola bilir, yoxsa yox? Ola bilir, hətta bakirə qadından daha xeyirli olur onunla evlilik. Məsələn, evli olan qadının həyat təcrübəsi daha çoxdur, daha böyükdür, həyat görüb və kişinin, ərinin yükünü çiynində götürə bilir. Və bəzi hallarda, məsələn, qadın evli olubsa, birinci yoldaşından övladı varsa, uşağı varsa və sən onunla evlənirsənsə, razılaşıb evlənirsənsə, qadın bundan sonra ərinə daha çox dəyər verir. Uşaqlı sən onu qəbul etdiyin üçün, götürdüyün üçün o artıq daha çox dəyər verir öz ərinə və bu kimi üstünlüklər var. Və şək yoxdur ki, alimlər deyirlər ki, bəzi hallarda elə boşanmış qadınla evlənmək daha yaxşıdır, daha xeyirli olur, o ailə daha möhkəm olur. Düzdür, bəzi yerlərdə bu pis adət kimi qalıb, pis adət. Qadın boşandı, kitab bağlandı. Allah uzaq eləsin, necə də pis adətdir, düzdür? Çox pis adətdir. Ona görə bu kimi şeylərə fikir vermək lazımdır. Hətta bəzi yerlərdə, yaxud bəzi insanlar, Allah islah eləsin hamısını, bəzi insanlar o kişilərə pis baxırlar. Kişi boşanmış qadınla evlənirsə, sanki o kişinin namusuna xələl gətirir, qeyrətinə, ismətinə. Boşanmış qadın olmuşsan sən. Amma halbuki burada kişinin qeyrətinə, namusuna, ismətinə, kəramətinə, şərəfinə zərər olan heç bir şey yoxdur. Əksinə, vallahi, bu kişinin mərdliyinin, ucalığının göstəricisidir. Yəni, əgər kişi boşanmış qadın alırsa, o onun mərdliyinə dəlalət edir, kişiliyinə, ucalığına. Nəfsi o qədər izzətlidir ki, o qədər uca nəfs sahibidir ki, boşanmış qadına sahib çıxır. Yəni, boşanmış qadına sahib çıxmaq bir tərəfdən başqa bir fəzilətdir.